Ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır. Bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev bildirib. Onun sözlərinə görə artıq Həkəriçay və Bərgüşad su anbarlarının texniki iqtisadi əsaslandırması və layihə smeta sənədləri hazırlanıb. Həkəriçay su anbarının 91 milyon kubmetr, Bərgüşad su anbarının isə 67 milyon kubmetr həcmində olması nəzərdə tutulur. Bu layihələrin icrası Laçın, Qubadlı, Zəngilan və digər rayonların həm suvarma, həm də içməli su ilə təminatına töhfə verəcək. İlham Quliyev onu da əlavə edib ki, 565 milyon kubmetr həcmə malik olacaq su anbarı Ağdərə, Tərtər, Ağdam, Bərdə, Goranboy və Yevlax rayonlarında ümumilikdə 96 min hektar sahənin suvarılmasına xidmət göstərəcək. Qızqalası su anbarı layihəsinin də sənədləri artıq hazırdır və yaxın zamanda icrasına başlanılacağı gözlənilir. Bununla minlərlə hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq. Qeyd edək ki, bu açıqlama Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Qarabağa təşkil edilən media turda verilib. Yeni tikilib istifadəyə verilən Zabuqçay su anbarı ilə bağlı isə ən son məlumatları bizə əməkdaşımız Jalə Novruzova çatdıracaq. Salam, hər vaxtınız xeyir olsun. Simnarə səni və tamaşaçılarımızı salamlayıram. Biz hazırda sizə Laçından, daha doğrusu desək, Laçının Zabuq kəndində yerləşən Zabuqçay su anbarından xəbər ötürməyə davam edirik. Bildiyiniz kimi bugündən artıq etibarən Zabuqçay su anbarı istifadəyə verildi. Onu da qeyd edim ki, Həkəri çayının sağ, eləcə də sol sahilində yerləşən Zabuqçay su anbarı əkin sahələrinin suvarılması üçün, eləcə də Qubadlı və Zəngilan rayonlarının ərazilərini suvarma suyu ilə təmin edir. Ümumiyyətlə, Zabuqçay su anbarında nə kimi işlər görülüb bugünə kimi, bütün bunlarla bağlı bizə daha ətraflı məlumatı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Dilqəm Şərifov verəcək. Dilqəm müəllim, xoş gördük sizi Laçında. Özümüz də gördük ki, artıq bugündən istifadəyə verildi Zabuqçay su anbarı. Ümumiyyətlə, görülən işlər barədə bizə daha ətraflı məlumatı verməyi xahiş edirik. Biz sizi və bütün media nümayəndələrini Laçın rayonu Zabuq kəndindən qarşılamaqdan qürur duyuruq və fürsətdən istifadə edib tamaşaçılarımızı da bu doğma Laçından salamlayıram. Bilirsiniz ki, cənab prezidentimiz möhtəşəm qələbəmizdən sonra daim bu işğaldan azad olunmuş ərazilərə xüsusi diqqət göstərir. Həm təməl qoyma mərasimləri, həm layihələrin təqdimatı, həm açılış mərasimlərində iştirak edir və xüsusi tapşırıqları verir bu işlərin sürətlənməsi üçün, görülməsi üçün. Biz də Dövlət Su Ehtiyatları Agentliyi olaraq daim bu tapşırıqların yerinə yetirilməsi üçün işlərimizə daha məsuliyyətlə yanaşırıq. İndi hal-hazırda üzərində dayandığımız Zabuqçay su anbarı da cənab prezidentimizin 1 mart 2022-ci ildə imzalandığı sərəncama əsasən tikilib istifadəyə verilib. Qeyd eləmək istəyirəm ki, Zabuqçay su anbarı tikintisinə 2023-cü ilin sonunda başlanılıb və artıq bu il istifadəyə verilib. 27 milyon kubmetr su tutumu var. Hal-hazırda 12.100 hektar əkin sahənin suvarılması üçün nəzərdə tutulub. Qeyd eləmək istəyirəm ki, biz indi bəndin üzərindəyik. Bəndin hündürlüyü, texniki göstəriciləri sizin diqqətinizə çatdırım. Bəndin hündürlüyü 61 metrdir və bəndin uzunluğu 502 metrdir. Bəndin eni isə 10 metr təşkil edir və biz daim media turlar təşkil edirik. Su təsərrüfatlarımızın istifadəsindən sonra ümumiyyətlə tikintisi proseslərini istəyirik ki, ictimaiyyətə çatdıraq. Bugün də media işçilərini dəvət elədik ki, Zabuqçay su anbarı ilə daha yaxından tanış olsunlar. Qeyd eləmək istəyirəm ki, Zabuqçay su anbarı ilə paralel olaraq 51,6 kilometr olan boru xəttinin 6,2 kubmetr saniyə sürətlə su götürmə qabiliyyəti var. Həmin boru xətti də istifadəyə verilib anbarla bərabər. Siz özünüz də qeyd elədiniz ki, Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün cənab prezident bu sərəncamı imzalayıb və biz də bu sərəncama əsasən bu işləri artıq yekunlaşdırmışıq. Qeyd eləmək istəyirəm ki, indi hal-hazırda Zəngilan və Qubadlıda yerləşən aqroparklarda 2900 hektar əkin sahəsinin suvarılmasını təmin edirik bu dəqiqə və təbii ki, bu günü-gündən bu hektar ərazi artacaq və biz həmin əkin sahələrinin fasiləsiz suyu da təmin
edəcəyik. Dilgər müəllim, bir sual soruşum. İndiyə qədər hansı su anbarları istifadəyə verilib və bundan sonra hansı ərazilərimizdə su anbarlarının istifadəsi gözlənilir? Mərhələli şəkildə qeyd eləmək istəyirəm ki, bilirsiniz ki, su qovşan daha məşhur oldu. İlk olaraq su qovşan azad olundu və su qovşan su anbarının təmir bərpasına başladıq və ondan çıxan 5,2 kilometrlik kanalın və 2023-cü ildə ilk olaraq cənab prezident təmir bərpadan sonra oranın açılışını etdi. Ondan sonra Xaçınçay su anbarı istifadəyə verildi, 23 milyon kubmetr həcmdə olan və daha sonra isə Aşağı Köndələnçay Füzuli rayonunda yerləşən Aşağı Köndələnçay 1, Aşağı Köndələnçay 2 və Köndələnçay su anbarlarının açılışında iştirak edib cənab prezidentimiz. Təbii ki, qeyd eləmək istəyirəm ki, bundan əlavə magistral kanallar da istifadəyə verilib. O ki, qaldı harda işlər görülür. Bilirsiniz ki, bizim Mingəçevir su anbarından sonra strateji, daha mənəvi dəyəri olan Sərsəng su anbarımız var ki, 565 milyon kubmetr həcmdədir və 96 min hektar əkin sahəsinin suvarılmasını təmin edir. Həm də o enerji hasilatı üçün istifadə olunan bir ambardır. İşğaldan azad olunandan sonra həmin ambarın da qeyd eləmək istəyirəm ki, layihə ictimaiyyətə sənədləri artıq hazırlanmaq və yekunlaşmaq mərhələsindədir. Ondan sonra daha böyük su anbarımız da var ki, Həkəriçay su anbarıdır, 91 milyon kubmetr həcmdədir və həmin Həkəriçay su anbarında texniki iqtisadi əsaslandırması hazırlanıb, layihə sənədləri artıq yekunlaşmaq üzrədir. Amma biz Bərküşat su anbarının tikintisini gözləyirik. 61 milyon kubmetrdir. Qubadlı rayon ərazisində Bərküşat çayı üzərində yerləşir və qeyd eləmək istəyirəm ki, artıq texniki iqtisadi əsaslandırması yekunlaşıb, layihəsi hazırdır, ekspertizaya təqdim olunub. Yaxın zamanda biz həmin su anbarının da tikintisinə başlayacağıq. Çox təşəkkür edirəm Dilgər müəllim. Bəli, xatırladım ki, bizim müsahibimiz Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Dilgəm Şərifov idi. O bizə Zabuqçay su anbarı ilə bağlı, eləcə də bundan sonraki fəaliyyət göstərəcək, istifadəyə veriləcək su anbarları barədə daha ətraflı məlumatı verdi. Bizimsə Laçından çatdıracaqlarımız bu qədər Simnarə, sözü sizə ötürürük. Çox sağ ol, təşəkkür edirik ətraflı məlumat üçün. Qeyd edim ki, həmkarımız Şalə Novruzova Laçından su anbarları ilə bağlı son məlumatları bizə çatdırdı.